İnşallah növbəti səfərimiz Xızıyadır. Xızının dağlarına, Xızının kəndlərinə yoldayıq. Görək bu dəfə başımıza nə gəlir. Melisa, Tunca, Günel, mən yenə bu yollarda. Gedəcəyimiz kəndlərin yolu yaxşı olmadığı üçün maşınımız qalır burada. Özümüz gedirik Nivana. Gəldik Siyəcənə. Əvvəldən də bilirdik ki, bizim gedəcəyimiz kəndlərin yolu elə də yaxşı deyil və bizim burada bir Orxan qardaşımız var idi. Orxana güvənib gəldik. İndi Orxanın Nivası ilə gedirik Çuxurəzəmin kəndinə. Çox çətin yollarla Melisa da yorulub, Tuncay da yorulub. Orxan qardaş bizi aparır. Tunca, babaxan baba səni gözləyir. Bəli, Çuxurəzəminə gedən yollar bax belədir. Çaylardan, dərələrdən, təpələrdən keçir. Ona görə çox çətindir. Təxminən 40 kilometrlik yoldur. Normalda bunu gəlmək olardı bu məsafəni 20 dəqiqəyə, yarım saata maksimum. Amma biz gəldik hardasa 2 saata yaxın. Axırı ki bu yolda bir avtomobil gördüm. Nəhayət gəldik, çatdıq. Qabaqda bir kənd var. Nə kəndi? Çuxurəzəmi kəndi. Selamünaleyküm. Akşamınız xeyir olsun. İndi mən. Gəldik, çatdıq Babaxan müəllim ilə. 2 saat yol gəlirik. Necəsiz? Sağ ol. Nə var, nə yox? Vəziyyətiniz, keyfiniz, əhvalınız. Orxan sağ olsun, əziyyət çəkdi, bizi gətirdi. Yoldaşımdır, uşaqlardır. Dillər gedək Babaxan müəllimlə bir tanış olaq. Ay, mes hara gəlmişsiniz? Gülər yenə sumkalarını inəyən. Melisa inəylə dostlaşır. Tunca görürsən? Melisa inəylə dostlaşdı. Tunca istiyor bile gelsin. Gel bana burada. Mes, hara gəlmişsən? Mən qonaq. Qonaq gəlmişsən? Harda yerləşir bura? Biz hardayıq? Biz dağların ətəyindəyik. Xızdayıq. Xızının kəndindəyik. Çox çətin oldu amma gəldik. Onda oradakı baba bizim dokunma. Mən durmaqlamıram. Doğum evə. Yok eve gelmiyor. Kaçtı. Gel söylesin de ben onu de gel. Dev asası ne oldu? Aldın şekli. Dedim ki ha aldım.
Ancak yaxşı dikməyib. Bunda yatacaq. Kim? Pişik. Anına bax. Pəncərəni açıblar ki, maşında yatsın da. Burada yatmır. Burada ne yatır? Əvvələ gəlir, çağırır, eşitmir gecə, gedir sonra oturma. Nə dayım? Ne var orada? Ne bileyim. Onu sarmışam, çıxartmaq istəyirəm bayram. Bunlar baxma, o yerdən gedir. Ben patladım. Çakmışım. Hani gitti ne sen gele? Nene bu gitti yine. Getdi ki, tüz yıxsın da səhərə. Metin'di. Metin'e bak hey. Ben kuruldum. Bağlayaçda soyuq. Ha bağlayacağım ha. Yuxarıda da yatdığınız yerdə forçika açıq. ildə. 1900. 1900-cü il. Çünki Salam. Tunca, niye inirsən burada? Çiçeklere bak sen. Sabahın xeyirməyiz. Nətər yatdın? Yaxşı. Nətərdir buranın havası? Mənə xoşa gəldi buralar. Hara gelmişti? Ali salam. Ne var ne yok?
oralarda. Ne? Yok. Neyse ay neyse. Birazdan götürün. Kızı dağlarındayıq. Kızının dağları bugün başı dumanlıdır. Gəlmişik, hava qəşəng, gözəl. Havanın zövqünü, ləzzətini yaşayırıq. Həqiqətən möhtəşəmdir. Arada belə gəlmək, gəzmək, havanı dəyişmək lazımdır. Refresh deyirlər, amma ondan lazımdır arada. O nədir ki? Nə üçündür? Orada nə pişəcək? Kebap. Gözü gözü. Demir vermedi. Demir ha maşa. Var onun maşa. Ot götürmez. Baba görsen bunu candan almışız. Hə. Bunu hörürler, kaldıracaklar bu hündürlüğü. Şimdi yuvalar düzeldi. Görsen bunda bilmiyor. Hə. Yuvalar düzeldi. Sonra bunların içerisine eziyet var. Doldurur zaman. Sen gel gel. Burada. Sen vur onu. Ya büyük kardon getirsen büyük kardon. Ben bilirim. Bəs onda o kardon yanmır? Tuzlu su vuram ya. Görsen bak. Kar bir. Ya burada bu kardonun burada rol nədir? Rolu odur ki, istiliyi qoyulur içmağa, həm də buxarda pişir onu, sos kimi pişir, quru pişir. Kebaplar yavaş yavaş al. Yok bu taş kadar boyayın. Lazım değil. Dağlar qoynunda Aldı. nahar eləyəcək. Bu da bizim kebabımız. Bəh, bəh. Mənə yer gəldiniz məndən görün. Mən də düəllə müşahidə edirəm özümüzdə. Hər ikisi maşallah çox işləyirlər, çox zəhmət çəkirlər. Mən nə deyirəm, bu kənddə bunlar kimi. Tuncay qalsın, yası getsin. Əslində qalmaq istəyir Tuncay. Hə, gəzdik, elədik, nə bileyim. Sağ olsunlar. Çox belə. Belə nə bilim. Belə bir söz var ya bizdə, xəcalət verdilər.
Videomuzu bəyəndinizsə kanala abunə olub, like atıb, yorum yazmağı unutmayın. Bay bay.